Verilmiş məhlul məsələsinin izahına baxaq. Şərtdə bizə deyir ki, birinci qabda duzluluğu 20% olan 30 litr, ikinci qabda duzluluğu 30% olan 20 litr məhlul var. Bu məhlulları bir qaba töküb qarışdırdıqda alınan məhlulun duzluğunun neçə faiz olduğunu tapın. Biz əvvəlcə yazaq birinci qab, bir də ikinci qab. Birinci qabda 30 litr məhlul var. Bu 30'un 20% duzdur, 80% isə sudur. Biz buradan 30'un 20%'ni tapsaq, 30 vurulsun %20, bu eləyəcək 6 litr duz. Digər tərəfdən ikinci qabda deyir ki, 20 litr məhlul var. Bu 20 litrin 30% duzdur, 70% isə sudur. Onda buradan yenə 20'nin 30%'ni tapsaq, 20 vurulsun %30, bu da eləyəcək 66 litr duz. Deməli, hər iki qabımızda 6 litr duz var. Bizə deyir ki, bu məhlulları bir qaba töküb qarışdırdıqda alınan məhlulun duzluğunun neçə faiz olduğunu tapın. Birinci qabda 30 litr məhlul var idi, ikinci qabda 20 litr məhlul var idi. Cəm məhlulumuz 50 litr olacaq. Duzumuz isə birinci qabda da 6 litr idi, ikinci qabda da 6 litr idi. Cəm eləyəcək 12 litr duz. Bunun faizini tapmaq üçün biz duzun miqdarını bölürük məhlulun miqdarına, vururuq 100-ə. Bunları ixtisar aparsaq cavab alınacaq 24%.